olduğu kimi Azərbaycan məhsulları həm də xarici ölkələrə satılır. İstehsalçıların üz tutduğu ənənəvi Rusiya bazarı meyvə tərəvəzinin satılması üçün hazırda birinci yerdədir. Lakin digər ölkələr də var ki, yerli meyvələrimizi əl-əl axtarır. Səudiyyə Ərəbistanında keçirilən 3-cü Məkkə Halal Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri deyir ki, ölkəmizdə istehsal olunan meyvə və quru meyvələrə tələbat olduqca böyükdür. Bu olduqca məhsuldar bir forumdur. Həm ərəb bazarı, ərəb dünyası, həm Körfəz ölkələrinin bazarları Azərbaycan məhsulları üçün doğrudan da cəlb edicidir. Bizim araşdırmalarımız göstərir ki, bu bazarlarda Azərbaycanın məhsullarına, yəni quru meyvələrindən tutmuş yaş meyvələr, xüsusən də bu illəri məsələn xurma istehsalında ciddi şəkildə Səudiyyə bazarında Azərbaycan şirkətləri ixrac edə bildilər. Ciddi şəkildə tələbat olduğunu görürük və istər Qətər bazarında, istər Səudiyyə bazarında, istər Küveyt bazarında Azərbaycan məhsullarına ciddi tələbat var. Yeri gəlmişkən, ölkəmizdə istehsal olunan mineral sulara da tələbat olduqca böyükdür. İsti su Azərbaycanda istehsal olunur. Biz bu şirkətin də məhsullarını Səudiyyə bazarına çıxartdıq və ciddi şəkildə reaksiya gördük. Orada bazarda Azərbaycan həm süfrə suyu, həm də müalicəvi sularına ehtiyac var. Biz bunun da ixracı ilə məşğul ola bilərik. Məlumdur ki, yeni bazarlara çıxış həm satış imkanlarını artırır, həm də ölkəyə gəlir gətirir. İstehsalçılarla söhbət zamanı məlum oldu ki, uzaq ölkələrə məhsul göndərmək elə də asan deyil. Meyvə sahəsində daha çox varıq hal-hazırda. Bizim şimalda yerləşən böyük həcmdə bağlarımız var. Bu bağlarımızda biz əsasən alma, armud, heyva, digər yaz, yay mövsüm meyvələri, şəftəli, ərik, gilas və digər meyvələri də yetişdiririk. Bu meyvələrin həm ölkə bazarının tələbatını təmin edirik, həm də bir çox xarici ölkələrə ixracı ilə məşğuluq. Fokusumuzu Mərkəzi Asiya ölkələrinə və Körfəz ölkələrinə yönləndirmişik. Hesab olunur ki, Azərbaycanın xaricə ixrac olunan məhsulların daşınma xərcinin bir hissəsi dövlət tərəfindən ödənilərsə, ixrac coğrafiyası genişlənər. Bu sertifikasiya tələblərini qarşılamaq bizim üçün bir o qədər də çətin deyil. Təbii ki, bu bir müəyyən zaman alır, müəyyən proseslər alır, amma bizim üçün məsələni biraz qəlizləşdirən sırf məsafədir. Avropa ölkələri olsun, uzaq ölkələr olsun. Bunun da səbəbi bundan irəli gəlir ki, artıq biz həmin coğrafiyalara ixrac eləyəndə bu artıq logistika xərclərini, vergi xərclərini və s. üzərinə gələn əlavə xərcləri nəzərə aldıqda biz artıq həmin bazarda qiymət rəqabətliyini itiririk. Bu coğrafiyanı uzaq məsafələrə genişləndirilməsi üçün təbii ki, çoxunluqla logistika subsidiyalarına ehtiyac var. Yəni, əgər bu məsələyə baxılsa, bütün istehsalçılar bu coğrafiyanı daha da genişləndirib, bizim Azərbaycanın meyvə, tərəvəz olsun, digər bütün istehsal sahələrini olsun, daha geniş miqyasda, daha geniş coğrafiyalarda tanıda bilərik. Rəsmi rəqəmlərə görə, ötən il ölkəmizdən $901 milyon meyvə tərəvəz ixrac olunub.